Biz böyüklər vaxtımızı daha səmərəli keçirmək üçün musiqiləri dinləyirik, digər əyləncələr var. Ancaq ən vacib məsələlərdən biri heç zaman uşaqları yaddan çıxarmaq olmaz. Çünki bizim balaca dostlarımızın, övladlarımızın da vaxtını daha səmərəli keçirmək üçün bir çox vacib məqamlar lazımdır. Bunu düşünən insanlar var, dəyərli izləyicilərimiz. Bəlkə uşaqların vaxtlarını səmərəli keçirmək üçün onların maarifləndirilməsi də vacib məqamlardan biridir. Studiyamızda çox maraqlı qonaqlarımız var. Belə ki, indi o qəzetin adını deyəcək və mən düşünürəm ki, hər kəs bu qəzeti tanıyacaq. Çünki illər öncə də hər birimizin evində olan qəzetlərdən biri Tumurcuq qəzeti, uşaq qəzetlərindən biri və onu deyək ki, Azərbaycanda Latın qrafikası ilə nəşr olunan ilk qəzetdir. Onu da deyək, bu qəzet haqqında danışacaq. 20 illiyi keçiriləcək. Öncə təbrik edirik bu sayədə çalışan insanları və istərdim qonaqlarımızı təqdim edim, siz də daha yaxından tanıyasınız. Belə ki, Səməd Məlikzadə Tumurcuq qəzetinin redaktoru, Vami Məhəbbətoğlu Tumurcuq qəzetinin redaktor müavini hazırda studiyamızdadılar. Xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Həm qəzetin 20 illiyi, eyni zamanda Novruz bayramı münasibətilə qarşıda gələn bayram münasibətilə hər ikinizi təbrik edirik. Çox gözəl bir addımdır. Bax, biz efirə başlamazdan öncə bildirdik uşaq qəzetləri. Bax, belə bir qəzetlərin olması, onların maarifləndirilməsi, dünya görüşünün artmasına müstəsna xidmətləri var. Gəlin elə danışaq bu qəzet haqqında. Biraz keçmişə qayıdaq. Buyurun. Dəvətə görə əvvəlcə təşəkkür edirik. Çox sağ olun, buyurun. Biz ilk dəfədir bu studiyada oluruq. Kollektivimizlə bizə səmimi qarşıladığınıza görə təşəkkür edirik. Və bu bayramlar münasibətilə qarşıdan gələn sizi təbrik edirik. Çox sağ olun. Mən elə gəlir ki, mart ayı təqvimdə ən xoşbəxt aydır. Xoşbəxtlik nədədir? Çünki təbiət həmişə martda pərvəriş tapır, yenidən dirçəlir. Paltarını soyunmuş ağaclar yenidən paltarını giyir. Dünya yəni təzədən çiçəyə bürünür. Bu martın gözəlliyidir. İnsanların təzədən şum üstünə çıxması, yeni nəsə əkib məhsul yetişdirilməsi ayıdır. Və belə bir məqamda Tumurcuq dünyaya gəlib. Tumurcuq qəzeti də elə o addan götürülüb. 20 il əvvəl mart ayında işığızı görüb. Tumurcuq qəzetinin əvvəl tarixindən danışmazdan əvvəl, amma Azərbaycanda uşaq mətbuatının tarixi haqqında bir kəlmə deyim. Azərbaycanda uşaq mətbuatının tarixi təxminən 110 yaşı var. 110 il əvvəl Azərbaycanda Dəbistan, Rəhbər, Məktəb adlı dərgilər çıxıbdı və ondan sonra Sovet dövründə bilirik ki, yaşlılarımız bilirlər ki, Azərbaycan pioneri, Günəş, Savalan belə bir qəzet şöhrəti. Bunlar hamısı bizim uşaqlarımızın yeni nəslin yetişməsində böyük xidmətlər olub və bu işdə ziyalılarımızın əməyi böyük olub. Tumurcuq qəzeti müstəqillik Azərbaycanda yeni dövründə yenidən çap olunan uşaq mətbuatı nümunələrindən biridir. Bu qəzet bugün Respublikamızda uşaq mətbuatının öncüllərindən sayılır. Biz buna fəxr edirik. Bunun öncüllüyü nədədir? Bunu qəzeti vərəqləyənlər daha yaxşı bilərlər. Çünki bu qəzetin oxucu auditoriyası çox böyükdür. Bu da Tumurcuğun öz oxucuları ilə nəfəs-nəfəs olmasıdır. Tumurcuğun demək olar ki, əksər rayonlarda deməli yayılır. Çox şəklin hər səhifəsində görürüz təxminən 20, 30, 40 uşaq şəkli var. Bəli, bu öz oxucuların sayını göstərir. Çox yaxşıdır. Və müxtəlif regionlardan olan uşaqlar çox maraqlıdır ki, maraqları, diqqətləri var bu qəzetə. Bəli. Tumurcuğun fəaliyyətlərindən biri budur ki, öncə siz Nərgiz xanım qeyd edəcək ki, Tumurcuq Azərbaycanda Latın qrafikası çıxan ilk qəzetdir. Elə çağlar olub, Respublikamız 2-ci dəfə müstəqillik qazanandan sonra hələ Latın qrafikası ilə dərsliklər yox idi. İbtidai məktəb, orta məktəblərin aşağı siniflərində deməli, müəllimələr sinifdən xarici oxu materialı kimi Tumurcuq qəzetindən istifadə ediblər. Bu da bizim üçün çox böyük şans yaradıb ki, biz onu biraz geniş tirajla yayaq, sataq. Bu da Tumurcuğun müəyyən xidmətlərindən biridir.
Lap yaxşı. Mən istərdim ki, sözü Van bəyə verim. Van bəy, Belə ki, bu qəzetdə digər dillərdə türk, rus və ingilis dilində də bir çox hekayələr, nağıllar var və onu da bilirik ki, araşdırmanın nəticəsində gördüm ki, burada sinifdən xaric oxu kimi heç bir dərslikdə olmayan hekayələr, nağıllar var ki, uşaqların daha da marağını cəlb edir bu. Testlər də var sonluğunda. Testlər var, təbəssüm səhifəsi var. Qovan müəllim özü yazıb, məsələn, neçə illər o yazır o təbəssüm səhifəsi uşaqlar üçün, özü uşaqlar üçün yazır. Elə özü də baxdı istədim. Əvvəlcə tumurcuğun yaranması barədə Səməd mənim sözlərindən bir neçə söz əlavə etmək istərdim. Yəqin Mirzə Cəlilin Molla Nəsrəddin hamımızın xəbəri var. Molla Nəsrəddin çıxanda demiş ki, bunun zamanı özü yetirdi. Mənə belə gəlir ki, tumurcuğu da hələ zamanı özü yetirdi. Yəni, o illərdə olan boşluq, yəni uşaq mətbuatı sahəsindəki boşluq belə bir qəzetin, yəni tumurcuğun ərsəyə gəlməsinə bir təkan oldu. Tumurcuq öz gəlişi ilə köhnələri, yəni o klassik ənləri təkrar etmədi. Özünə məxsus bir yol seçdi. Hər şeydən öncə onu vurğulamaq istəyirəm ki, Tumurcuq bir sıra qəzetlərə, yəni o sarıda müəyyən dərəcədə fəaliyyət göstərmək istəyən göstərdi ki, uşaq mətbuatı başqa və yaxud uşaq şeiri, uşaq hekayəsi başqa, uşaqlar haqqında hekayə və şeir başqa-başqa məfhumlardır. Bu mənada Tumurcuq uşaq şeirini, uşaq hekayəsini uşaqlara çatdırmağa bacardı. Özü də Tumurcuq, yenə deyirəm, Tumurcuqda verilən hər bir, belə deyək, şeirmi, hekayəmi, məqaləmi, kiçik bir yazımı, o süzgəcdən keçirilir. Bayaq çox gözəl vurğuladınız ki, Tumurcuq yalnız Bakı ilə əhatə olunmur. Azərbaycanın elə bir Azərbaycan çələngi deyərdim. Yəni bu Tumurcuqda orada Azərbaycan hər bölgəsinin bir Tumurcuğu var orada. Hər səhifəsində, hər sayında onu hiss eləmək mümkündür. Yalnız Latin qrafikasından Səməd mənim çox düzgün vurğuladı. Digər bir məsələ, bayaq da burada rus dilindən də mətrubları toplamaq olar. Sonra türk dilindən də, ingilis dilindən də ən önəmlisi elə o illərdə testin formalaşmasında, ilk dəfə bu qəzetdə test edən uşaqlar üçün çox mühüm rol oynayır bu. Mən üzr istəyirəm, deməli, bölgələrdə valideyn var ki, uşağını tutaq ki, hazırlaşdırmaq üçün müəllim tutmaq bəlkə imkanı olur, olmur. Yəni, bu testlər onlara köməkdir. Qəzeti alır və o uşaq özünün dərslikdən keçdiklərini burada test eləyir, yoxlayır və bizim bu testlərimizi tanınmış alimlər hazırlayırlar. Yəni, biz özümüz hazırlamırıq. Ona görə də yəni, bu alimlərin hazırladığı testlərdir ki, onlara gələcəkdə müəllimlər üçün çox böyük şans verir ki, uşaq yaxşı hazırlarsın. Bir şey də əlavə etmək istərdim. Əgər fikir vermişsinizsə, Tumurcuğun hay sayında bizim redaktor, ümumiyyətlə bizim redaksiya heyəti şifahi xalq ədəbiyyatına mühüm rol verir. Mühüm şifahi xalq ədəbiyyatı. Baxsana, ikinci səhifəsində həmişə deyimlər olur, atalar sözlər olur. Biz niyə belə deyirik? Bu niyədən irəli gəlir? Bax, biz bugün şikayətlənirik ki, oxuyan yoxdur, misal üçün. Misal üçün, bəzi oxuculardan şikayətlənirik ki, oxucu tapa bilmirik. Bunun kökünü biz hər şeydən əvvəl şifahi xalq ədəbiyyatından uzaq düşməyimizdən axtarma. Niyə görə? Əgər anadan olan uşağa bu və ya rockla, popla tərbiyə ediriksə, layihələş etmirsə, bu təbii ki, Tumurcuğa qədər gəlmək üçün müəyyən çətinlik çəkəcək. Yəni, mənim deməyimdə məqsəd odur ki, yəni öz kökü üstündə, yəni kök olmalıdır, amma onu mühasilə əlavə eləməlisən. Amma o kök olsa, daha da irəli getmək olar. Mənə belə gəlir, Tumurcuğun pərveriş tapmasında, yəni bizim kollektivin belə olmasında bu nüanslar mühüm rol oynayır. Lap yaxşı. Gəlin bir məsələ haqqında danışaq. Bax, 2014-cü il buraxılışınız may ayında dərc olunan qəzetdə bir şəkil diqqətimi çəkdi. Çox hörmət etdiyimiz bir insan Elçin Hayma Axundov bildirir ki, animasiya filmi çəkmək ağır işdir və həqiqətən də uşaqların diqqətini cəlb etmək, onları marağına səbəb olmaq vacib və eyni zamanda çox məsuliyyətli bir işdir. Elə buna görə Tumurcuq qəzeti bildirdiniz ki, bir çox məqamlara diqqətli yanaşır, uşaqları özünə cəlb etsin. Gəlin bir məsələdən danışaq. Bax, hazırda bir çox yazarlarımız, hətta qəzetlərimiz belə, regionda da fəaliyyət göstərən qəzet redaktorları şikayətlənirlər ki, hazırda internetə olan maraq, nəzərə alaq ki, indi əvvəllər uşaqlar bir o qədər internetə maraqlı, meyilli deyildilərsə, indi artıq balaca uşaqlar belə internetdən çox rahatlıqla istifadə edir. Sizcə, bu səbəb ola bilərmi qəzetlərə biraz marağını azalmasına? Bax, bu haqda hər ikinizin fikrini eşitmək istəyirəm. Nə cür maraqlıdır fikirlər? Bilirsiniz, qəzetin öz funksiyası var, mənim düşüncəm. Bütün kütləvi informasiya vasitələrinin hər birinin özlərinə düşən bir vəzifə var. Qəzetin öz rolu var. Yəni,
televiziyanın öz rolu var. İnsanların mənəvi dünyasının zənginləşməsində. Jurnalın öz vəzifəsi var. Tumurcuğun tutduğu yol uşaqları hələlik aşağı siniflər üçün bu nəzərdə tutulan qəzetdir. Uşaqların o ilk pillələrin özünün möhkəm qoyulması üçündür. Qıvam müəllim qeyd elədi, bizdə olan o el-oba səhifəsi ki var, bizim ağız ədəbiyyatının uşaqlara çatdırılması üçün bu rol oynayır. Yəni bunu tutaq ki, internetdən uşaq bu gün vərəqləyib, onu maraqlı axtarıb tapan deyil, eləyən deyil. O dərsliklərdə də var belə şeylər, təbii ki. Bir də bizim, yenə deyirəm, Tumurcuq çalışır ki, dərslikdə olmayan şeyləri versin. Bəxtiyar müəllimin Tumurcuğun 100-cü sayı ilə bağlı bir məqaləsi var. Orada belə bir cümlə var, deyir ki, öz xalqının dostunun düşmənini yaxşı, kim Tumurcuğu oxuyursa, öz xalqının dostu düşmənini daha yaxşı tanıyar. Tumurcuq haqqında. Bir də ümumilli liderimiz Heydər Əliyevin Tumurcuq uşaqlar üçün çox zəngin və dəyərli mənbədir sözləri var. Bu bizim üçün ən böyük istiqamətdir. Yəni, biz uşaqlarımızın mənəvi dünyasını zənginləşdirmək üçün öz xalqımızın mənəvi dəyərlərini təbliğ eləməliyik. Amma internetdə bilirik də, nə gəlir bəzən atırlar, səhv, doğru, zat, bu olur belə şeylər. Yəni, ona görə deyirəm ki, televiziyanın, internetin rolu bir başqa şeydir. Təbii ki. Qəzetin, bu qəzetlər bura gələndə, o qəzetlərin qoxusu ki, yayıldı, ətrafı tamam başqa bir hissdir. Bir də qeyd eləmək istəyirəm ki, Tumurcuğun rolundan biri bugün uşaq ədəbiyyatının təbliği ilə bağlıdır. Yəni, Tumurcuq təkcə uşaqların özlərinin yazılarını, ilk nümunələrini vermir. Ümumiyyətlə, Azərbaycan və Türk dünyası uşaq ədəbiyyatının təbliğini aparır. Yəni, bu çox vacib şeydir. Bugün hamı deyir ki, uşaqlar kitab oxumurlar. Amma uşaqlara nəyi təqdim eləmək lazımdır? Bunu gərək biləsən, təqdim edir. Biz çalışırıq ki, təkcə Azərbaycan uşaq ədəbiyyatı nümunələrini yox, Türk dünyasının. Hətta xarici dünya ədəbiyyatı uşaq nümunələri. Professor, şair Zahid Xəlil uzun illər bizdə dünya uşaq ədəbiyyatından nümunələrin tərcüməsini səhifə aparıbdır, veribdir. Yəni, bizə istiqamət verən adamlar var, professorlar var. Onlar deyir ki, nəyi vermək lazımdır, nəyi biz onlardan məsləhət alırıq. Özümüz, yəni öz başımıza hər şeyə hərəkət edə bilmirik. Və üzr istəyirəm, bir məsələ haqqında da danışaq. Biz bayaq bildirdik ki, uşaqların diqqətini cəlb etmək çətin məsələlərdən biridir. Bu bir reallıqdır. Mənim üçün çox maraqlıdır. Bəs gənc yazarların bu işdə marağı necədir? Mən düşünürəm ki, biraz çətindir, elə deyilmi? Hazırda uşaqlar üçün yazan gənc yazarlar yəqin çətin tapılır. Mən əvvəlcə Səməd müəllimin sözlərinin bir neçə kəlmə əlavə eləmək istəyirəm. Bayaqki suala bir neçə kəlmə. Bugün uşağa, uşaq dünyasının özündən baxmaq lazımdır. Yəni, biz uşağa böyüklərin prizmasını, misal üçün, belə danışaq da, elə yazarlar var ki, onu öz təxəyyülünün əsasında əsər ortaya gətirir. Amma uşaq psixologiyasını bilmədən, uşaq psixologiyasını anlamadan onu gətirir. Bayaq Səməd müəllim 3 dənə jurnal adını çəkdi. Dəbistan, rəhbər, məktəb. Onların yaradıcılarını fikir versəniz, misal üçün, yaradıcılarına eyni zamanda orada yazı yazanlar, məqalə yazanlara fikir versəniz, onların çoxu, əksəriyyəti ibtidai sinif müəllimi, pedaqoq, ibtidai sinif müəllimlər deyirəm. O ki, qaldı internet məsələ. Yəni, bu önəmli bir rol. Misal üçün, Səməd müəllimin psixologiyasını, uşağa yaxınlıq olmasa, belə Tumurcuq arasında gətirmək mümkündür. Kim nə deyir desin, mümkündür. Yəni, onu bilməlisən. Bayaq internetlə əlaqədə bir sürü, mən o şifahi xalq ədəbiyyatının o ikinci səviyyədə belə əbəs yerə demədim. Yəni, bu boşluğu bu Tumurcuğa qədər buraxılır. Biz, mənim alimimdə belə gəlir ki, o laylalarla, bayaq da yəni, mən bizə bu dəqiqə bir 10 yaşlı, 8 yaş, 7 yaş uşaqdan soruşsan, layını bir də deyəcək yox. Bax, internet belə şeylərdə o boşluğu üstəlir. Amma uşaq nə vaxtsa internetdən usanacaq, yorulacaq, istər-istəməz. O ki, qaldı gənc yazarları desin, nələri önəm verməlidir? Təbii ki, uşaqların içində olmaq lazımdır. Mən əgər ali məktəbdə oxuyub, uşaq içində yoxsamsa, və yoxamsa, uşaqların ünsiyyətim yoxsa, təbii ki, belə bilin. Məsələn, adi bir fakt deyim sizə. Məsələn üçün, Tumurcuqda, mən demirəm, tərif etmək üçün gəlməmişik, bura fakt göz qabağında, adi bir elementar şey deyim sizə. Məsələn, götürüm Mirzə Ələkbər Sabirinin uşaq şeirini. Bu uşaq və buz şeirini. O uşaq və buz şeirini əzbərləməklə heç nə olmaz. Yəni, bu birdən-birə uşağa heç nə verir. Amma Tumurcuq onu başa salır ki, buz orada sənin elimsizliyindir. Sən elimsizliyin üstüne çıxanda sürüşürsən bala. Aydındır mı? Bəli. O sonra deyir, yaz gəlir, elimi alırsan, savadlanırsan, onda sən də bir
özümə Bəli. ola bilsin müqayisəm İstiqamət qüsurludur. bir Yox, Amma təbii ki, yox. məntiqli bir müqayisə üsuludur və uşaqlar da yəqin ki, bu məntiqi dərk edirlər. Mən hər şeydə bunu axtarmaq lazım. Yəni Tumurcuq o yöndədir. Yəni biz niyə belə deyirik var, orada baxsana. Təbii ki, məntiqini aydınlandıqdan sonra dərk etmək daha asan olur. Sizə deyim ki, Tumurcuq təkcə deməli uşaq ədəbiyyatı yaradıcı nümunələrin vermir. Eyni zamanda məktəblilər arasında istedadları axtarır. Görə onların içərisində hansı uşaqlardan yazmaq qabiliyyəti, yaxşı təsvir, rəsm çəkmək qabiliyyəti, yəni istedadları tapır və onları öz yaşıdlarına təqdim edir. Bəli. Məsələn, və bu işlə də məşğul olur. Vaxtımız az müddət qalıb, çox qısa ərzində mən danışmaq istədim. Bir çox tədbirlər həyata keçirir. Məsəl üçün bir nümunə gətirək. Aprelin 2-si Beynəlxalq Uşaq Kitab Günüdür və bununla bağlı bir çox tədbirlərdə mən bilirəm ki, siz də iştirak edirsiniz. Belə deyə uşaqlara bunları daha da tanıtmaq üçün. Necədir bax o tədbirlərin həyata keçirilməsində əsas məqsəd uşaqların buna olan marağı? Son illər açıq deyim ki, Azərbaycanda uşaqların kitabağa marağı xeyli artıb. Mədəniyyət Nazirliyi hər il son 4-5 ildə 2011 ildən başlayaraq uşaq kitab karvanı təşkil edir və Tumurcuq qəzetdə orada iştirak edir. O kitab karvanında biz müxtəlif bölgələrdə olmuşuq və orada uşaqların kitablara son illər necə marağının artdığını, hansı kitablara daha çox maraq göstərdiklərini, hansı qəzet jurnallara maraq göstərilən şahid olmuşuq.